Sen mi məndən, mən mi səndən? Heç bilmirəm kim küsürdür. Sen mi məndən, mən mi səndən? Dolanırıq neyli vaxt. Mən də arzu edirəm ki, Vasil yeni həyatını elə bilsin ki, heç bir çətinliyə rast gəlməsin. Oğullu qızlı olsunlar, nəvəli nəticəli olsunlar, xoşbəxt yaşasınlar, mehriban olsunlar. Allah hamıya Vasil kimi qardaş versin. Vasil akıl olsun, övladlara Vasil kimi asab olsun. Hər şey layiq Vasil, hər şey. Oturam, Allah xoşbaxt eləsin. Xoşbaxtçılıqdan başqa onun heç nə arzulamam. Xoşbaxtçılıq içində hər şey var. Bu vaxta qədər Vasillə işlər görübsən, hamısı maşallah göz qabağındadır. Bundan sonraki həyatında ancaq xoşbaxtçılıq, uğurlar, nədim olur. Necə oldu ki, məhz bu xanımı seçdin? Amma qismətdir də. Yəni ailədən təklif mi gəldi, təqdim mi elədilər sənə, yoxsa özünlə bir... Bir müştərək bir qərarla, yəni təbii ki, qohumdur və qərarla bir məsləhətli don yer olur. Bəli. Sənin evində bir balan var, hansı ki sən onu özündən də çox istəyirsən. Rahat olacaqmı? Çox rahat. Münasibətləri necədir? Çox rahat. Hər şey gözəldir. Sevgi var mı aranızda? Var. Var. Var, daha da güclənəcək inşallah. Mühitlərdə çox söz-söhbətlər ailə ilə bağlı, uşaqla bağlı və sən də məni bir önünə yata kimi çağırmışsan ora bir neçə dəfə. Mən üzümü tuturam əsas kişilərə, deyirəm ki, evlatlarımızın qədrini bilin. Qaldı Çox mu adam çağırmışdın sənət yoldaşlarından, yoxsa? Yox. Niyə? Nə ehtiyac olsun? Çalğı eləmədin. Qətiyyən yox. Niyə? Orada çalğı orada, mən toy eləmirəm ki, biz elə yığışıb özümüz üçün Kampaniya. Yeyib içiriyoruz. Yeyib içməkdir. Qız evində çalğı olacaqmı? Ha, olur da. Həyatda özümə nə arzuluyuramsa, sənə də onları arzuluyuram. Xoşbəxt ol. Sağ ol. Nüşabə xanımın anasısınız. Ürək sözlərinizi eşitmək istəyərdik. Geçsin, xoşbəxt olsun, ağılına başına, axsaqqallarımızı eşitsin, axsaqqallarımıza hörmət eləsin. Amin. Bir-birini başa düşsün.